Bizim qədim etnik adlarımız, qəbilə, tayfa adları, əksəriyyəti və ən qədimləri Tanrı adlarından yaranıbdır. Bir hissəsi isə Tanrının davamçısı kimi mələk ruh adlarından yaranıbdır. Onun əsasında etnonimlər formalaşıbdır. İndiki Qərbi Azərbaycanda Ermənistan adlanan ərazidə bir dənə indiki ermənilərin iddia elədiyi kimi qədim bizim etnotoponimlərimiz, şəhər, kənd, dağ, çay adlarımız olmayıbdır. İlk növbədə mən Yunan dilindəki teonim sözünü aydınlıq gətirmək istəyirəm. Yunan dilində teonim, te sözünün kökü əvvəllər işlənirdi taos. Ta qədim türk dilində taxıl tanrısına deyilirdi. Yunanlar şəkil çıxartırlar, taos elədilər, sonra onun əsasında teonim yarandı. Yəni biz yalnız Qafqazda yox, Yunanistanda Yunanlardan, İtaliyada Franklardan əvvəlki mədəniyyətin yaradıcılarıyıq. Bu istiqamətdə hələ bizdə tədqiqatlar yeni başlayıbdır. Buna görə də ki, həmin Yunanların verdiyi adların əksəriyyətində mənim bir tələbəm Yunan dilindən müdafiə edibdi, qədim Yunan dilindən. Onun ilkin mənbələri müəyyən eləyirik. Müəyyən eləyirik ki, həmin teonim əsasında yəni etnonimlərin sonrakılar çıxandan sonra heç biri ermənilərə aidiyyatı yoxdur. Məsələn, Sevanı dediyik, İrəvanı dediyik. İndi ermənilər fəxr eləyirlər Ararat dağı ilə. Mən 80-ci illərin əvvəli idi, ora tələbələri ekskursiya aparmışdım. Biz ermənilərin Karmir Buru dediyi Qanlı Təpənin başında durub baxırdıq Ararat dağına. Ararat dağına baxıb ermənilər ağlayırdılar hələ Sovet dönəmində. Deyir, ora bizim olubdur, türklər bizim əlimizdən alıblar. Sonra mən axtardım, gördüm ki, ora heç bir zaman ermənilərin olmayıbdır. Ermənilər ora sonradan köçürülüb gəlibdir. Məsələn, Ararat dağı. Ararat dağının kökü Arardır. Urartu dövləti. Urartu dövlətinin, dövlət adının kökü Urardır. Arar və Urar çox qədim Ön Asiya panteonunda iki müqəddəs mələkdir. İkisi də hərb ilə bağlıdır. Döyüşdə əgər qəhrəmanlardan biri yaralanırsa, Arar onu yaralayır, Urar onu vurur, yaralayır. Arar onu aralayır, yaraların sarıyır. İndi erməni tarixçilərinə baxanda deyirlər Ararat sözünün kökündəki Aral, Urartu sözünün kökü Ural bizim sözümüz deyil. Ancaq biz o mədəniyyətə varisik. Necə varissən ki, o sözlər, o tanrıların